2025-ci ildə həyata keçirilən büdcə siyasətinin əsas istiqamətləri ilə başlamaq istəyirəm. Əlbəttə ki, bu siyasətin ana xəttini bir tərəfdən iqtisadi artımın davam etməsi, makroiqtisadi sabitliyin qorunması, fiskal intizamın qorunması, büdcə qaydasına əməl edilməsi kimi vacib bir istiqamətlər tuturdusa, eyni zamanda əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təminatının gücləndirilməsi, iqtisadi artım baxımından xüsusilə bizim Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyaların, innovasiya tətbiqlərinin genişləndirilməsi, real sektorun inkişafının sürətləndirilməsi və digər ana istiqamətlər tutmuşdur. Bu çərçivədə vurğulaya bilərik ki, 25-ci il Azərbaycanda növbəti uğurlu il olmuşdur. Ümumi daxili məhsulumuz 129,1 milyard manata çatmışdır və 24-cü illə müqayisədə nominal olaraq bu 2% artımdır, real olaraq isə 1,4% artımdır. Qeyri-neft sektorumuz daha da genişlənmişdir, 92,3 milyard manata çatmışdır ümumi daxili məhsulumuz qeyri-neft sektorunda və 24-cü illə müqayisədə bu 2,7%lik bir real artımdır. Xam neftin ötən il orta illik qiyməti 71 dollara bərabər olmuşdur. Orta illik inflyasiyamız 5,6%, manatın məzənnəsi isə stabil olaraq 1,7 manat 1 ABŞ dolları məzənnəsi ilə təsbit olunmuşdur. Əhalinin nominal gəlirləri 8%lik bir artım göstərmişdir. Bu da əlbəttə ki, həm inflyasiyadan yüksək olmaqla əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan növbəti bir addım kimi qiymətləndirilə bilər. Dövlət borcu ilin sonuna 26 milyard manat və ya illik üdəyimin 20,1%-nə bərabər olmuşdur. Bu da 25-ci ilin əvvəli ilə müqayisədə ilin sonuna 1,6% bəndi az deməkdir. Dövlət borcunun bugünə olan rəqəmi isə ümumiyyətlə 24,1 milyard manata və ya proqnozlaşdırılan illik üdəyimin 18,4%-nə bərabər olması göstərə bilərik. Bu da Azərbaycanın dünyada dövlət borcunun üdəyim nisbətinin ən aşağı olan ölkələrdən biri olmasının bir daha bariz bir göstəricisidir. Borc portfelimiz ilin sonuna 17,8 milyard manat daxili dövlət borcu, 8,2 milyard manat isə xarici dövlət borcundan ibarət olmuşdur və xüsusi olaraq mən vurğulamaq istərdim ki, dövlət borcunun məzənnə və xarici bazar risklərinin həssaslığı bu dövr ərzində azalmışdır. İstiqrazlarımızın orta ödəmə müddəti il ərzində 2,2 dəfə artmışdır və 3,2 ilə çatmışdır. Bugünə olan rəqəmi qeyd edə bilərəm ki, orta ödəmə müddətimiz artıq 3,83 deməli ilə çatmışdır. Bunun özü də çox müsbət göstəricidir, xüsusilə həm daxili, həm xarici borcların restrukturizasiyası baxımından, onlara xidmət edilməsi baxımından bu göstəricilər önəmlidir və bizim xarici bazar risklərinə həssaslığımızı ciddi şəkildə azaldır. Strateji valyuta ehtiyatlarımız bugünə artıq 88,4 milyard dollara çatmışdır. Bu da xarici dövlət borcunu 19,2 dəfə, ümumi daxili məhsulu isə təqribən 15% üstələyir. Dövlət neft fondundan büdcəyə transfer keçən il proqnoz səviyyəsində 8,5 milyard dollar məbləğində icra olunmuşdur və qeyd etdiyimiz kimi artıq 26-cı il büdcəsinin təqdimatı zamanı 26 və növbəti 3 il üzrə bizim proqnozlarımızda bu rəqəmlərin azaldılaraq 6 milyard dollara qədər çatdırılması planlaşdırılır. Büdcəmiz profitlə icra edilmişdir. Büdcənin icrasında əsas məqamlara baxdıqda cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92%-ə çatmışdır. Bu, proqnozdan 7,5% bənd daha çoxdur və 29-cu ilə hədəfimiz bu rəqəmi 100%-ə çatdırmaqdır. Çünki bilirsiniz, cari xərclər qorunan xərclərdə əsasən və qeyri-neft gəlirləri ilə biz bütün cari xərclərimizin örtülməsini tam şəkildə təmin etdiyimiz zaman əlbəttə ki, dayanıqlığımızı daha da gücləndirəcəyik.
İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2%-ə çatmışdı. Bu 24-cü illə müqayisədə 2,8% bəndi daha çoxdur və 29-cu ilə bizim hədəfimiz 69-70%-ə çatmaqdır. İcmal büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ödəyimə nisbəti 28,7%-ə çatmışdır və icmal büdcənin qeyri-neft baza kəsiri qeyri-neft ödəyimin cəmi 18,6%-nə bərabər olmuşdur. Bu da çox önəmli bir göstəricidir və bilirsiniz, bizim büdcəmiz adətən kəsirlə, bütün dünya ölkələrində olduğu kimi kəsirlə proqnozlaşdırılır və bizim kəsirimiz adətən ümumi büdcə segmentində proqnoz olaraq 2,2, 2,3, 2,5% ətrafında proqnozlaşdırılır. Eyni zamanda biz ikinci bir göstəricidə müəyyən etmişik, bu qeyri-neft baza kəsiridir. Yəni büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft xərclərinə nisbətdə göstəricisidir və qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq və düşünürük ki, bu rəqəmin aşağı düşməsi Azərbaycan dövlət büdcəsinin makroiqtisadi, fiskal çərçivələrinin sağlamlaşması üçün daha da sağlam, daha da dayanıqlı olması üçün çox önəmli göstəricidir və keçən ilin icrasında bu göstərici ödəyimin cəmi 18,6%-nə bərabər olmuşdur. Hədəf göstəricisi 22% idi. Yəni 22 hədəf göstəricidən biz 3,5% bəndi daha aşağı nəticə əldə etmişik. Əlbəttə, növbəti dövrlərdə bu rəqəmin daha da aşağı salınması planlaşdırılır. Təsdiq olunmuş orta müddətli xərclər çərçivəsində 29-cu ilə biz bu rəqəmin 13%-ə qədər azaldılmasını planlaşdırırıq. Xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunmuşdur. İcmal büdcə xərcləri qeyri-neft ümumi daxili məhsulun 48,4%-nə bərabər olmuşdur. Regionların büdcədən asılılığı daha da azalmışdır. Naxçıvana dotasiya proqnozla münasibətdə 55 milyon manat az olaraq 160 milyon manat məbləğində icra olunmuşdur. Dotasiyadan asıllıq rayonlarımızda azalmışdır və cəmi 4 rayona 1,5 milyon manat məbləğində dotasiya verilmişdir. İcmal büdcə deməli xərclərinə biz nəzər saldıqda bu rəqəm 44,7 milyard manat rəqəmi ilə icra olunmuşdur və 24-cü illə müqayisədə 1,8 milyard manat daha çox icra olunmuşdur. Onun ödəyimdə payı 34,6%, qeyri-neft ödəyimdə payı isə 48,4% olmuşdur. Dövlət büdcəsinin xərcləri 38,6 milyard manat, ödəyimdə payı 29,9%, qeyri-neft ödəyimdə payı isə 41,8% olaraq icra olunmuşdur. Cari xərclərimiz 22,1 milyard manat və ya dövlət büdcəsinin 57,3%-i deməli nisbətində icra olunmuşdur və 24-cü illə müqayisədə 774 milyon manat çox vəsait xərclənmişdir. Əsaslı xərclərimiz 14,4 milyard manat icra olunmuşdur. Bu, dövlət büdcəsinin xərclərinin 37,3%-nə bərabərdir və dövlət borclarına xidmətlə bağlı xərclərimiz isə 2,1 milyard manat və ya dövlət büdcəsinin 5,4%-i deməli həddində icra olunmuşdur. Sosial yönlü xərclər qorunmuşdur və 15,3 milyard manat və ya büdcənin 40%-i demək olar ki, sosial yönlü xərclərə yönəldilmişdir. 24-cü illə müqayisə etsək, bu rəqəm 602 milyon manat daha çoxdur. Ümumiyyətlə, qeyd edim ki, son 5 ildə sosial yönlü xərclər 3,9 milyard manat və ya 34,1% artmışdır. Bunun özü də bir daha Azərbaycanın büdcə siyasətinin sosial yönümlü olmasını, həyata keçirilən islahatların, görülən tədbirlərin məhz əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməsinin bir göstəricisidir. Funksional təsnifat üzrə baxdıqda, ümumi dövlət xidmətləri 4,5 milyard manat məbləğində icra olunmuşdur. Bu, dövlət büdcəsi xərclərinin 11,5%-idir və son 5 ildə bu rəqəm 12% artmışdır. 24-cü illə müqayisədə isə 341 milyon manat artmışdır. Müdafiə və milli təhlükəsizlik xərcləri xüsusi olaraq deməli, ən geniş icra olunan bizim istiqamətlərimizdən biridir və bu istiqamətə 8,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin təqribən 21%-i yönəldilmişdir. 24-cü illə müqayisədə
bu istiqamətə 1,5 milyard manat daha çox vəsait yönəldilmişdir. Məhkəmə, hüquq mühafizə və prokurorluq orqanları deməli üzrə xərclər 2,9 milyard manat və ya 7,6% büdcə xərclərinin 7,6%-i məbləğində icra olunmuşdur. 24-cü illə müqayisədə bu rəqəm 111 milyon manat çoxdur. Təhsil xərcləri 4,6 milyard və ya 12%, büdcə xərclərinin 12%-i çərçivəsində icra olunmuşdur. 24-cü illə müqayisədə bu rəqəm 229 milyon manat daha çoxdur. Burada qeyd edim ki, son 5 ildə təhsil xərcləri 1,5 milyard manat və ya 50% artım göstərmişdir. Səhiyyə xərcləri 1,3 milyard manat, icmal səhiyyə xərcləri isə 2,9 milyard manat olaraq icra olunmuşdur. Səhiyyə xərcləri üzrə xüsusi olaraq vurğulayım ki, səhiyyə xərclərinin böyük bir hissəsi dövlət büdcəsi xərclərinə deyil, məhz icmal büdcə xərclərinə daxil olur. Çünki icbari tibbi sığorta fondu icmal büdcənin tərkib hissəsidir. Qeyd edim ki, 24-cü illə müqayisədə icmal səhiyyə xərclərimiz 244 milyon manat artmışdır. Sosial müdafiə və sosial təminat xərcləri 4,6 milyard manat dövlət büdcəsi çərçivəsində icra olunmuşdur. İcmal büdcə çərçivəsində isə nəzərə alsaq ki, Dövlət Sosial Müdafiə Fondu icmal büdcənin tərkib hissəsidir. 10,7 milyard manat məhz icmal sosial müdafiə və sosial təminat xərclərinə yönəldilmişdir. 2024-cü illə müqayisə etsək, bu 686 milyon manat çoxdur. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbuldan olan digər fəaliyyət üzrə xərclər 527 milyon manat məbləğində icra olunmuşdur və bu rəqəm də 2024-cü illə müqayisədə 6% çoxdur. Mənzil və kommunal təsərrüfatına 322,5 milyon manat yönəldilmişdir və vurğulayaq ki, bu da ötən ilə nisbətən 1%, ümumilikdə son 5 ildə isə 48%lik artımla icra olunmuşdur. Kənd təsərrüfatına 1,1 milyard manat yönəldilmişdir və burada da kənd təsərrüfatı rəqəmləri də qeyd edək ki, son 5 illik dinamikaya nəzər saldıqda burada 23%lik bir artım var. Ətraf mühitin və təbiətin mühafizəsinə 374 milyon, iqtisadi fəaliyyətə isə 7,6 milyard manat vəsait yönəldilmişdir. İqtisadi fəaliyyətlə bağlı rəqəmdən qeyd edək ki, 21-ci illə müqayisədə, yəni son 5 ilin müqayisəsini apardıqda bu istiqamətə yönəldilən vəsait 2,1 milyard manat və ya 40% artımla icra olunmuşdur. İqtisadi fəaliyyətin tərkibində əsas hissəni dövlət əsaslı vəsait qoyuluşu 2,3 milyard manatla, böyük qayıdış proqramı da 3,8 milyard manatla tutur. Və əsas bölmələrə aid edilməyən xidmətlər üzrə 2,8 milyard manat vəsait yönəldilmişdir. Ehtiyat fondlarının xərcləri də 1,6 milyard manat məbləğə bərabər olmuşdur. Gəlirlər üzrə icmal gəlirlərimiz 48 milyard manata bərabər olmuşdur və bu proqnoz göstəriciyə münasibətdə 107,5%lik bir icra deməkdir. Gəlirlərin ümumi daxili məhsulda payı 37,2%, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2%, icmal büdcədə qeyri-neft vergilərinin payı isə 25% olmuşdur. Xüsusi olaraq vurğulayım ki, icmal büdcədə qeyri-neft gəlirlərin payı 24-cü illə müqayisədə təqribən 3% bəndi daha çoxdur və 29-cu ilə bizim hədəfimiz ondan ibarətdir ki, gəlirlərin payı təqribən 70%-ə çatsın. Dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat, icramız 102,2% olmuşdur. Ümumi daxili məhsulda dövlət büdcəsinin gəlirlərinin payı 30,4%-ə bərabərdir. Qeyri-neft sektoru üzrə gəlirlərimiz 20,4 milyard manat və ya deməli, dövlət büdcəsi gəlirlərinin 52%-nə bərabər olmuşdur. Bu da 24-cü illə müqayisədə 756 milyon manat və ya təqribən 4% çoxdur. Qeyri-neft gəlirlərinin qeyri-neft ödəyimə nisbəti 22,1%-ə çatmışdır. Qeyri-neft gəlirlərinin ödəyimə nisbəti isə 15,8%-ə çatmışdır. Neft-qaz sektoru üzrə gəlirlərimiz 18,8 milyard manat və ya 48% məbləğində, yəni gəlirlərin 48% məbləğində icra olunmuşdur. Dövlət vergi xidməti xətti ilə 16,4 milyard manat, bunun da qeyri-neft sektoru üzrə 12 milyard, neft-qaz sektoru isə 4,3 milyard manat olmaqla gəlirlər icra olunmuşdur. Dövlət Gömrük Komitəsi 6,4 milyard manat,
Dövlət Neft Fondunun transferti 14,5 milyard manat, büdcə təşkilatlarının ödənişlər xidmətləri üzrə daxil olmaları 679,7 milyon manat, sair gəlirlər 837,3 milyon manat, Dövlət Neft Şirkətinin dividendləri 461 milyon manat məbləğində daxil olma qismində dövlət büdcəsinin gəlirlərinə icra olunmuşdur. Büdcəmiz qeyd etdiyimiz kimi profitsitlə icra olunubdur və dövlət büdcəsinin profitsiti 580 milyon manata bərabər olmuşdur. Eyni zamanda kəsirin maliyyələşdirilməsi üzrə daxil olma mənbələrində özəlləşdirmə üzrə 135 milyon manat, daxili və xarici borclanma üzrə 181 milyon manat, xəzinə hesabının qalığı üzrə isə 277,3 milyon manat vəsait istifadə olunmuşdur. İcmal büdcə parametrlərimizə baxdıqda gəlirlərimiz 48 milyard, bunun qeyri-neft sektoru üzrə 26,5 milyard manat və ya ümumi icmal gəlirlərimizin 55,2% məbləğində icra əldə edilmişdir. Neft-qaz sektoru üzrə isə icmal deməli büdcə gəlirlərimiz 21,5 milyard manata və ya icmal deməli büdcə gəlirlərinin 44,8% məbləğində icra həyata keçirilmişdir. Xərclər 44,7 milyard manat, yəni 24-cü illə müqayisədə 1,8 milyard manat daha çox olaraq icra olunmuşdur və icmal büdcənin profitsiti 3,4 milyard manata deməli bərabər olmuşdur. Profitsitin ümumi məbləği ümumi daxili məhsula nisbətdə 2,6% səviyyəsində olmuşdur. Neft fondunun gəlirləri 17,2 milyard, xərcləri 14,6 milyard manat məbləğində, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 8,1 milyard, xərcləri 7,5 milyard manat məbləğində, İcbari Tibbi Sığorta Fondunun gəlirləri 2 milyard, xərcləri 2,4 milyard manat məbləğində, İşlikdən Sığorta Fondunun gəlirləri 242,6 milyon, xərcləri 213,3 milyon manat məbləğində, Naxçıvan Muxtar Respublikasının gəlirləri 450,8 milyon, xərcləri 445,6 milyon, dotasiya isə 160 milyon manat məbləğində icra olunmuşdur. Ümumilikdə Azərməmdə qeyd elədiyi açılış nitqində ötən il eyni zamanda maliyyə sahəsində həyata keçirilən islahatlarla da xarakterizə olunur və Cənab Prezidentin təşəbbüsü ilə onun rəhbərliyi altında müxtəlif istiqamətlər üzrə maliyyə sektorunda islahatlar həyata keçirilmişdi. Ölkə başçısının 489 nömrəli fərmanı ilə, yəni 25 avqust tarixli fərmanı ilə bir sıra istiqamətdə addımlar atılmışdı. İlk növbədə rəqəmsal dövlət maliyyəsi informasiya sistemi yaradılmışdı. Dövlət vəsaiti satın almalarının elektron müqavilələr əsasında həyata keçirilməsi təmin olunmuşdu. Büdcə xərclərinə xəzinə müşahiətinin gücləndirilməsi təmin olunmuşdu. Dövlət müəssisələrinin dividend siyasəti müəyyən edilmişdir. Dövlət investisiya infrastruktur layihələrinin maliyyə ekspertizası mexanizmi yaradılmışdır. Müxtəlif büdcə xərclərinə dair normativlərin təkmilləşdirilməsi istiqamətində addımlar atılmışdır. Ümumilikdə bugün rəqəmsal dövlət maliyyəsi informasiya sistemi 13 alt sistemindən ibarətdir. E-müqavilə alt sistemi artıq aprel ayından etibarən tam şəkildə fəaliyyət göstərir. Sistemlə qeydiyyatdan keçən 889 satın alan dövlət təşkilatımız mövcuddur. Müqavilə bağlanmış müqavilə sayı 1079, imzalanan müqavilələrin dəyəri isə 450 milyon manata çatmışdır. Elektron müqavilə, elektron sistemi, alt sistemi bizə imkan verir ki, tam şəkildə həyata keçirilən büdcə xərcləmələri vasitəsilə həyata keçirilən satın almaların həm səmərəli, şəffaf, sürətli, operativ şəkildə icrasını təmin edək, eyni zamanda çox geniş bir təhlil bazası yaranır. Bu baza üzərindən də büdcə satın almalarının, büdcə vəsaitlərinin istifadəsinin səmərəliliyini tam şəkildə qiymətləndirə biləcəyik. Eyni zamanda e-rüsum alt sistemi yaradılmışdır və e-rüsum alt sistemi üzərindən cari ildə 44 min bildiriş təmin edilmiş və
30 milyon manata yaxında məbləğ ödənilmişdir. Büdcə məlumat idarəetmə alt sistemi tam şəkildə fəaliyyət göstərir. Elektron büdcə bələdçisi alt sistemi yaradılmışdır və büdcə prosesləri üzrə ictimai iştirakçılığı, şəffaflığın təmin edilməsi üçün düşünürük ki, çox önəmli bir platformadır. Dövlət müəssisələrinin rəqəmsal monitorinq alt sistemi istifadəyə başlamışdır. Artıq ilk 10 dövlət şirkətinin maliyyə monitorinq hesabatı yekunlaşmışdır və yaxın günlərdə hökumətə təqdim olunacaqdır və bu alt sistem üzərindən rübli əsasda bütün dövlət şirkətlərindən IFRS əsaslı beynəlxalq mühasibat qaydalarına uyğun maliyyə məlumatları toplanaraq onların maliyyə monitorinqi həyata keçirilə bilir. Dövlət xəzinədarlığının fəaliyyəti təkmilləşdirilmişdir, maliyyə hesabatlığı portalı yaradılmışdır, xəzinədarlıq orqanlarının fəaliyyəti üçün həm xəzinədarlıq orqanlarının özləri üçün, eyni zamanda bütün istifadəçi qurumlar üçün xidmət pasportları, təlimatları hazırlanmışdır. Bütün sualların operativ sürətli cavablandırılması üçün chatbot hazırlanmışdır və bugün artıq qeyd edə bilərik ki, əgər xəzinədarlıq orqanları tərəfindən öncəki dövrdə biz bir ödəniş tapşırığını bir neçə iş gününə icra edə bilirdiksə, artıq bu müddət cəmi 10 saata indirilibdir. Düşünürük ki, ilin sonuna 5 saata, növbəti ildən isə yeni bizim xəzinə portalımızın işə düşməsi ilə artıq ani şəkildə ödəniş həyata keçirilən andan həmən həyata keçirmə imkanlarımız olacaqdır. Təqdir edici haldır ki, hesabat dövründə büdcə xərclərinin 98%-nə tam xəzinə müşahidə təmin edilə bilmişdir. Bu da kifayət qədər çətin bir proses oldu. Xüsusilə nəzərə alsaq ki, büdcə vəsaitlərinin sərəncamçıları, büdcə xəzinədarlıq üzrə keçid sərəncamçılarının bir çoxu tam xəzinə müşahidə ilə fəaliyyət göstərmirdi. Onlarla bu prosesin ardıcıl şəkildə həyata keçirilməsi, onların tam xəzinə müşahidəsinə qoşulması büdcə vəsaitlərinin ünvanlığını tam şəkildə təmin etməyə bizə imkan yaradır. Hesabat dövründə dövlət xəzinədarlığında cari risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlandı və xəzinədarlıq orqanları mərkəzləşdirildi. Hazırda ölkə üzrə bütün ödənişlər yalnız bir xəzinə orqanı vasitəsilə icra olunur. Qeyd etdiyim kimi, dövlət müəssisələrinin gəlir və xərc smetalarının təhlili, dividend siyasətinin müəyyən edilməsi ilə bağlı addımlar atıldı və artıq bu qaydalar qüvvəyə minmişdir və 27-ci il büdcəsinin planlaşdırılması çərçivəsində biz dövlət şirkətlərimizin dividend siyasətinə uyğun şəkildə dövlət büdcəsinə dividend ödənişlərinin bu istiqamətdə qeyri-neft büdcə daxil olmalarının artması istiqamətində nəticələri görəcəyik. Və müxtəlif normativləri, xərc normativlərini ehtiva edən 11 qərar layihəsi hazırlandı. Artıq onlardan 5-i təsdiq edilib, 6-sı isə razılaşma mərhələsindədir və müxtəlif istiqamətlər üzrə büdcə normativlərinin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirildi. Ümumilikdə biz büdcə icrasına təkcə çıxışın ilk hissəsində qeyd etdiyimiz rəqəmlərin icrası baxımından baxmırıq. Eyni zamanda büdcənin icrasının keyfiyyətli, operativ, səmərəli şəkildə həyata keçirilməsi, büdcə xərclərinin ünvanlığının təmin olunması, büdcə gəlirlərinin tərkibində qeyri-neft segmentinin daha da artırılması və büdcə dayanıqlığımızın gələcək illər üçün daha da sağlamlaşdırılması və ümumilikdə bir makroiqtisadi, makrofiskal bir çərçivə olaraq baxırıq. Çünki büdcə siyasəti istənilən dövlətin, istənilən hökumətin ana siyasət xətlərindən biridir və büdcə siyasətinin səmərəli olması, ölkənin iqtisadi inkişafına, sosial həyatın inkişafına, əhalinin rifahının daha da yaxşılaşdırılmasına təsirlərini təmin etməliyik. Əlbəttə ki, bu çərçivədə səmərəlilik, effektivlik, şəffaflıq, ünvanlılıq ana prinsiplərimiz olaraq qalıbmışdır və olacaqdır. Artıq qeyd olunanları nəzərə alaraq, mən hörmətli deputatlarımızdan, millət vəkillərimizdən 25-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdimatı dəstəkləməyinizi xahiş edirəm və Milli Məclisin plenar iclasına tövsiyə etməyinizi xahiş edirəm. Çox sağ olun.